Bakı şəhəri 161 nömrəli tam orta məktəbin 4C sinifində müasir Azərbaycan dövlətinin qurucusu, ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Ulu Öndər Varisləri adlı bilik yarışı təşkil edilib. Gəncəğaz xəbər verir ki, məktəbin müəllimi Samirə Abdullayevanın təşkilatçılığı ilə baş tutan tədbirdə şagirdlər həm intellektual hazırlıqlarını nümayiş etdirib, həm də dahi şəxsiyyətin zəngin irsini bir daha ehtiramla yad ediblər. Tədbirdə məktəb rəhbərliyi və müəllim heyəti, məktəbdən kənar və sinifdən xaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyə Şükürova, kimya laboratoriyasının rəhbəri Xuraman Qəmbərova, müəllimlər Təranə Əmraslanlı, Aytən Abbasova, Risalə Əliyeva və psixoloq Nərgiz Cavadova iştirak edərək tədbir barədə müsbət fikirlərini bölüşüblər. 3 mərhələdən ibarət olan yarışda əsrin sərkərdəsi, Azərbaycan Günəşi, Heydər Baba nəvələri və Ulu Öndər Varisləri komandaları mübarizə aparıblar. Şagirdlər ayrılmış 3 dəqiqə ərzində sualları cavablandırmaq üçün çeviklik və dərin bilik nümayiş etdiriblər. Bilik yarışı təkcə suallarla deyil, həm də rəngarəng çıxışlarla yadda qalıb. Şagirdlər Ulu Öndərin ən sevdiyi musiqilərdən ibarət rubrika təqdim edib. Bir-birindən maraqlı rəqs nömrələri nümayiş etdiriblər. Tədbirin sonunda səslənən Heydər Babanın nəvələriyik nəğməsi iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb. Yarışın sonunda fərqlənən komandalara medalları Ülviyə Şükürova, Xuraman Qəmbərova, Aytən Abbasova və Nərgiz Cavadova təqdim edərək onlara gələcək təhsillərində uğurlar arzulayıblar. Tədbirin sonunda müəllim və şagird kollektivinin birgə xatirə fotosu çəkilib.